Dostlar, xoş gəlibsiniz. Sizi salamlayıram. Bugünkü mövzumuz elm və əxlaq münasibətləri və cəmiyyətimizdə tez-tez belə bir fikrə rast gəlirik ki, əsas hansı vacibdir? Adam olmaq yoxsa alim olmaq? Təxminən bu mövzu ətrafında biz fikirlərimizi paylaşacağıq. Qonaqlarımızın hər ikisini yəqin ki tanıyırsınız. İqtisad Universitetinin Elmin Populyarlaşması Mərkəzinin rəhbəri Etibar Əliyev, bizim keçmiş millət vəkilimiz və fəlsəfə mütəxəssisi, özünə filosof deməyi digərlərindən fərqli olaraq, digər fəlsəfə məzunlarından fərqli olaraq hələ ki qəbul etməyən yazıcı, elə mən demək istəyirəm, həm də filosof Nərmin Kamal. Son dövrlər Azərbaycanda sürəkli elmin və elmin uğurlarının, əldə elədiyi nailiyyətlərin aşağılanması prosesi baş verir. Əslində bu Azərbaycanda baş verən bir hadisə deyil. Bu son illər bütün dünyada baş verən bir hadisədir və Harari bunu özünün sonuncu Nexus kitabında bu məsələ haqqında kifayət qədər orada toxunub bu məsələyə. Məsələnin kökü 2-ci Dünya müharibəsindən başlayır. 2-ci Dünya müharibəsində faşizmin o elmin əldə elədiyi texniki icadları, ixtiraları öz xeyrinə, öz faydası üçün istifadə eləməsi və bunun da kütləvi şəkildə insan qırğınlarına səbəb olması, Yaponiya şəhərlərinə atılan atom bombaları elmin düşmənlərinin biraz əlin qolunu açdı və burada bir çox maraqlı bir hadisə var idi. Orada Nürnbergdə, məhkəmədə doktorların məhkəməsi deyilən bir məhkəmə prosesi gedirdi. Bu doktorlar kim idi? Bu doktorlar faşizmin xeyrinə əsasən əsirləri, əsasən də Yəhudi əsirləri üzərində təcrübələr, qorxulu təcrübələr keçən və belə deyək, o insanların həyatını təhlükəyə atan bir qrup doktor idi. Onlar məhkəməyə çıxarılmışdı. 2 il bunların məhkəməsi davam elədi və bu cür hadisələr elmə qarşı münasibətin negativ istiqamətdə dəyişməsinə gətirdi çıxardı. Albert Bayer elm əxlaqı deyilən bir kitab yazıb və orada o çox maraqlı bir şey deyir ki, biz elmin yaradıcıları ilə elmin istifadə eləyənləri bir-birinə qarışdıranda ortalığa bu cür negativ söz-söhbət, elm haqqında dedikodular çıxır. Və belə bir nümunə gətirir ki, əgər bir sürücü avtomobili idarə eləyə bilməyib, insanların üstünə hərəkət eləyirsə, sürürsə və xeyli insana xəsarət yetirirsə, burada avtomobilin və avtomobili yaradanın nə günahı var? Elmin mahiyyəti özü bir əxlaqidir. Əxlaqi xarakter daşıyır. Sadəcə elmdən kimlərin istifadə eləməsi və onu hansı məqsədlər üçün istifadə eləməsi bu artıq elmə dəxli olmayan bir məsələdir. Mənim bu açdığım pəncərədən Etibar müəllimin bu elmə müxtəlif qrupların, marginal qrupların bu cür hücumlarına özünün şərhi ilə başlasın. Təşəkkür edirəm Maksimum, belə bir verilişi təşkil eləmişsiniz. Nərmin xanıma da təşəkkür edirəm. Dəvətimizi qəbul eləyibdir. Mən ümumiyyətlə son dövrlər hansısa verilişə gedəndə və yaxud universitetlərə gedəndə hədiyyə kimi həmişə kitab aparıram. Və yadda qalan olsun. Bugün də Akşin bəy, sizin studiya və sizin o mərkəzə 2 kitab gətirmişəm. Onun biri bizim Nərmin Kamalın tərcümə elədiyi Sofinin Dünyası kitabıdır. Bundan bir neçədən almışdım. Birində Nərmin xanım gəldiyinə görə burada hədiyyə eləyirəm. Digər isə mən qonaq kimi özümün tərtib elədiyim Yeni Təhsil Tərbiyə Elm Antologiyası kitabıdır. Digər kitab isə 1958-ci ildə çıxıb böyük fizik Ferminin arvadı Laura Ferminin Atom bizim evimizdədir kitabı. İndi artıq atom yox, elektron artıq hamının evindədir. Elektron adı nə qədər çəkilir və s. İspan yazıçısı Arturo Pérez Reverte çox məşhur bir ifadə işlədib 90-cı illərdə. Deyib, vaxt gələcək insanlara doğum şəhadətnaməsi verilən kimi onlara alimlik diplomu da veriləcək. Doğrudan da deyəsən biz həmin dövrə gəlib çatmışıq. Alimlərin sayı sürətlə artır və
Akşin bəyin qoyduğu mövzu da çox maraqlıdır. Elm, alim, bunların hansının tarixi daha qədimdir? Əlbəttə ki, böyük Aristotel insan idrakının 5 pilləsini müəyyənləşdirmişdi. Texne, phronesis, episteme, nous, sophia. Texne Latın dilində ars, incəsənət demək. İnsan nəsə düzəltməlidir. Yəni su içmək üçün bir bardaq düzəltməlidir. Phronesis o hərəkətlərinə nəzarət, hərəkətlərini tənzimləmək, buna kamal da deyirlər. Biz orta məktəbi bitirəndə bizə kamal atestatı verirdilər. Üçüncü episteme bu elmdir. Və Aristotel deyirdi ki, elm ispat etmə bacarığıdır. Elm obyektə məcbur edir ki, özünü göstərsin, özünü təqdim eləsin. Sonra ağıl gəlir, nous, insan nə qədər ağıllanıb və axırıncısı isə müdriklükdür. 1840-cı ilə qədər alim ifadəsi yox idi. 1840-cı ildə İngilis alimlərindən biri Uvel dedi ki, mən elmlə məşğul olan adamların adına alim deyirəm. Yəni, kimsə deyir ki, böyük İngilis demək, filosofu Locke, İngilis alimi Locke, alim ifadəsi yox idi, filosof ifadəsi var idi. Mütəfəkkir ifadəsi var idi, filosof ifadəsi var. Və o alim anlayışı işlədiləndən sonra başlandı avtoreferatlar yazılmağa, deməli, elmişlər götürülməyə, böyük zallarda müdafiələr təşkil olundu və s. və ilə axır. Akşin bəy bayaq dedi, elm və əxlaq məsələlərində bəzən elmi kəşfləri demək, elmi kəşflərin verdiyi ziyanlar, məsələn, siz atom bombasını dediniz və s. Bunlar alimlərin üzərinə cəmlənir. Məsələn, mən qısa da olsa çox acı bir nümunə deyəcəm. Ona bəşəriyyətin ən böyük bədbəxt Nobelçisi deyirlər. Bu Fritz Haber'dir. Fritz Haber 1913-cü ildə kimyadan Nobel mükafatı alıb. Və Fritz Haber Almaniya etdiyi kəşflə, yəni amyakın kəşfi ilə Almaniya nə verib? O vaxt gübrəni, amyakı Çilidən gətirirdilər. Çilidən gətirirdilər və uzaq məsafə idi və s. Bu bir reaksiya aldı ki, bizim udduğumuz havanın əsas hissəsi azotdur. Azotdan amyakın alınması üsulunu kəşf etdi və Almaniya birdən-birə kənd təsərrüfatı sahəsində sıçrayışlı inkişafa nail oldu. Bu kişi 13-cü ildə Nobel aldı. Sonra laboratoriyada işini davam etdirəndə birdən tədqiqatların birində siklon B zəhərli qazını aldı. Və o da Almaniyaya kömək elədi Birinci Dünya müharibəsində. Rəqiblərini qorxutdu, həmin o qazı səngərlərə atdılar və s. və s. Bunun da əhəmiyyəti oldu Almaniya üçün. Amma həmən qazla Yevrey idi o, Yəhudi idi. Onun bütün nəslinin nəvcavətini qırdılar. Atasını, anasını, yoldaşını. İndi bunu laboratoriyada alıb da Akşin bəy. Kapitsə yazır ki, o gəlmişdi Cambridge-ə. Deyir ki, Cambridge-ə gələndə, sanki deyir, o gələndə ham ondan yayınırdı. Ham ona salam vermək istəmirdi. Və deyir, o buna dözmədi və İsveçrəyə gedəndə yolda öldü. Baxın, onun iki kəşfi və o iki kəşfin nəticələri gözəl bir nümunədir. Akşin bəy, gözəl bir nümunədir. Və sonradan ki, bəli, bu dissertasiyalar, sonradan nə bilim mən, elmi işlər və s. Mən bir nümunəni də deyim, alim, əsl alim, alimin fəaliyyəti, onun elmə deməli, yönəlməsi uşaq vaxtlarından başlayır. Bizdə bir də görürsünüz, bir müdafiə gedir,
40 yaşında biri elmlər namizədi və yaxud da fəlsəfə doktorunu müdafiə edir. Ona kimsə deyib ki, qonşu alim olub, sən də olmalısın. Və çox maraqlı bir şey deyim sizə. Nobel deməli, muzeyində bir səhifədən ibarət hər bir Nobelçinin qısa bioqrafiyası olur. Və elmə necə gəlibsən? Bax, söhbət ondan gedir, Rövşən. Onların içərisində bir Smoot adlı nəhəng fizik var. 2005-ci ildə Nobel mükafatı alıb. Çox maraqlıdır onun elmə gəlməyi. Deyir, atamla anam mən 7 yaşım var idi. Məni gəzməyə apardılar. Maşının pəncərəsindən baxırdım ki, ay bizi güdür. Deyir, mən anama dedim ki, bu ay bizdən nə istəyir? Bu düşüb bizim dalımıza. Deyir, anam mənə dedi ki, ay o qədər böyükdür ki, bütün maşınların arxasınca düşüb, tək bizim arxamızca yox. Və deyir, mən düşündüm ki, 2005-ci ildə Nobel mükafatı alıb fizikadan, zərrəciklər fizikası. Deyir, mən düşündüm ki, bizdən obyekt nə qədər də uzaq olsa belə, biz onu müşahidə edib, biz müəyyən rasional analizlə onu öyrənə bilərik. Başqa bir nümunədə deyəcəm, başqa bir nümunə nədən ibarətdir? Deyirik, elm və əxlaq. Nərmin xanım, biz deyirik, elm və əxlaq. Alim özünün işlədiyi elmi müəssisənin həm mənəvi baxımdan müdafiə eləməlidir, həm özünün xarakterini qorumalıdır. Və maraqlı bir nümunə deyəcəm, həm də elmi müəssisənin və yaxud universitetin fiziki cəhətdən zədələnməməsinin deməli, müdafiə qorunmalıdır. Məsələn, İkinci Dünya müharibəsi vaxtı 2 nəfər çıxıb Cambridge'də Kral Kollecinin başına və orada 100-150 il əvvəl quraşdırılmış ikonanı qorumağa. Yəni, əllərində lapatka durublar orada. Birdən almanlar partlayan mərmi atsalar, onu lapatka ilə atsınlar qırağa ki, həmin o ikoniya, tarixi deməli, abidəyə ziyan dəyməsin. Həm də onlar Cambridge'in elmi cəhətdən inkişafı üçün xeyli iş gördülər. Keynes, müasir iqtisadiyyatın banisi də əlində lapatka olanın biri. Digəri isə Friedrich von Hayek idi. 1974-cü ildə iqtisadiyyat sahəsində Nobel mükafatı aldı. Yunanlar haqqında belə bir əhvalat var ki, düşmənlər bunları mühasirəyə alır və bunlar məbədə sığınırlar ki, özləri müdafiə eləsinlər. Məbəddə nə var? Əllərinə keçəni bu düşmənlərə atırlar. Axırda heç nə qalmır. Tanrı heykəllərindən, heykəlciklərindən biri olur. Bu heykəli düşmənlərin üstünə atırlar və bu Tanrı heykəli bir xeyli düşməni şülküt eləyir. İndi bu elmin müdafiə eləyənlərin bir tezisi də bundan ibarətdir ki, indi biz burada kimi günahlandırmalıyıq? Tanrını yoxsa Tanrının heykəlin düşmənlərə atıb onları şirkət eləyənləri də, əzəlləri. Tanrı mövzusuna təsadüfən gəlmədim. Mən Nərmin xanımla bir 4-5 gün bundan əvvəl söhbət eləyəndə Azərbaycanda fəlsəfənin bugünkü belə deyək də, davranışları müzakirə edildi və ortalığa çıxdı ki, əslində bugün Azərbaycanda müasir fəlsəfənin mövzularının izi tozu yox. Biz bunu Nərmin xanımla telefonda müzakirə eləyəndə mənim ağlıma ilk gələn filosof, orta əsrlərin filosofu Qəzzali oldu. Təxminən yaradıcılığının böyük bir hissəsini elmin və fəlsəfənin aşağılanmasına həsr eləmişdi. O deyirdi ki, həqiqəti ağılla dərk eləmək olmaz, həqiqəti ancaq hisslərlə, duyğularla dərk eləmək olar. Amma ağılın da nəyə qadir olduğu haqqında onun kitablarında çox ciddi, çox əsaslandırılmış fikir yoxdur. Əslində, müəyyən mənada düz deyir ki, həqiqət və gerçəklik bir-birindən fərqli anlayışlardır. Gerçəklik həqiqətin görünən tərəfidir, görünən sifətidir. Həqiqət isə varlığın bütünü deməkdir. Varlığın bütünün əlbəttə ki, insan ağlı qavraya, insan ağlı dərk edə bilməz. Çünki ölçüləri, sərhədləri qeyri-müəyyəndir. Yəni, həqiqət qeyri-müəyyən bir anlayışdır. Fərdə görə dəyişir. Gerçəklik isə müəyyən anlayışdır. Fərdə görə dəyişmir.
Nərmin xanıma buradan bir sual ünvanlamaq istəyirəm ki, Nərmin xanım, fəlsəfə, həqiqi fəlsəfə bu məsələlərə necə yanaşır? Yəni elmlə əxlaq arasında bir bağ, fəlsəfə ilə əxlaq arasında bir bağ qura bilirmi? Alim və əxlaq mövzusundan başlamaq istəyirəm. Çünki bəlkə söhbətimizin davamında biz buna bir də qayıtmadıq. Bizim dilimizdəki bu deyimlər, alim olma, adam ol, alim olmaq asandır, insan olmaq çətindir. Bax, bu deyimlər haqqında bir dəfəlik məsələyə son qoymaq bəlkə ümidi ilə bəzi şeylər demək istəyirəm. Siz heç bir hüquqşünasın məhkəmədə hakimə dediyini eşitməzsiniz ki, sən əgər gəlib məhkəməyə qədər çıxmısansa, bu mərhələyə qədər gəlib çıxmısansa, deməli od olmayan yerdən tüstü çıxmaz, deməli sənsən təqsirkar. Atalar sözlərinin, deyimlərin arqument dəyəri yoxdur. Çünki onlar tarixə müəyyən bir kontekstdə yaranıb və onlarda kobud səthi ümumiləşdirmə var və eynilə dini mətnlərdəki pasajlar kimi onların hərfi mənada yox, şərhinə, təfsirinə ehtiyac var. Əks təqdirdə onlar bizi səhv yönləndirə bilər. Necə ki, alim olma, adam ol fikri. Burada bir ciddi məntiqi xəta var və bu məntiqi xətanın da adı yanlış dixotomiyadır. Əslində başqa dillərdə də buna bənzər ifadələr var, amma bu qədər kobud, belə yanlış dixotomik qoyulan bizim dildədir ancaq. Mən belə görmüşəm. Doğrudur. Yanlış dixotomiya nədir? Dixotomiya ümumiyyətlə iki zidd tərəfin, bir-birini istisna edən iki zidd tərəfin qarşı-qarşıya qoyulmasıdır. Məsələn, bütöv olan bir şeyi götürürsünüz, bütöv bir, məsələn, günü, bölürsünüz onu gecə-gündüz, yaxud da işıq, qaranlıq, uzun, qısa və s. Yanlış dixotomiyada isə əslində bir-birinin ziddi olmayan iki anlayış sanki bir-birinin ziddiymiş kimi təqdim olunur və məsələn, tutaq ki, bacılar konsertə gedirlər, 3 bacıdan ikisi. Evdə qalan bacını da özləri ilə aparmağa məcbur etmək üçün ona deyirlər ki, ya bizlə gedəcəksən, ya da evdə qalıb darıxacaqsan. Sanki başqa alternativ yoxdur. Yəni, yanlış dixotomiya başqa alternativlər mövcud olduğu halda insanı iki anlayış arasında sanki seçimə məcbur edir. Alimlik və adamlıq. İlk baxışdan elə təəssürat yaranır ki, bu hər dəfə bu deyimi istat gətirən adam sanki humanist mövqedən çıxış eləyir və elmi müdafiə, daha doğrusu əxlaqı müdafiə eləyir, mənəviyyatı müdafiə eləyir. Əslində isə o savadsızlığı romantikləşdirir və alimliyi aşağılayır. Əslində elm və əxlaq zidd anlayışlar deyil. Hətta onların təməlində iki eyni anlayış durur. Əsas anlayışları bilik və azad iradə. Elmin də əsasında durur, əxlaqında. Elmin əsasında, elmin bütün təfərrüatını kənara atsaq, elmin əsasında, elmin cövhəri nədir? İnsanın bilmək ehtiyacıdır. İnsanın bilmək istəyidir. Bilik anlayışı durur elmin əsasında. Əxlaqın da əsasında bilik durur. Çünki məsələn o insanın cəmiyyətlə ortaq xeyir, şər, yalan, daha doğrusu pis, yaxşı seçimləri arasında şuurlu nəyi seçməsinlə müəyyən olunur o əxlaq anlayışı. Məsələn, tutaq ki, bir adamın ciblərində çoxlu pul var, o bir kasıblar məhəlləsindən yol keçir. Onun cibindən təsadüfən bir miqdar pul düşdü, itdi, o getdi. O miqdar pulla kimsə götürüb özünə bir parça çörək aldı. Bu nəticə yaxşıdır, nəticə baxımından faydalıdır. Amma o insana biz əxlaq baxımından xeyirxah insan deyə bilərikmi? Yox. Çünki o bunu bilmədən etdi. Demək, əxlaqın da əsasında təkcə xeyirxahlığın yox, həmçinin vicdan, ədalət, dürüstlük və s. bir çox əxlaqi xüsusiyyətlərin, keyfiyyətlərin əsasında bilmək durur. Yəni, əxlaqın da əsasında, elmin də əsasında, həmçinin azad iradə durur. Azad iradə olmadan edilən əxlaq, bəli, edilən əxlaq, azad iradə olmasa əxlaqı məsuliyyət yoxdur orada. Ümumilikdə elm və əxlaq anlayışlarının həmişə müqayisəyə gətirilməsi o qədər dəhşətli bir səhvdir ki, məntiqi baxımından. Baxın, onlar əslində, onlar təxminən alma və çiyələk kimi ayrı-ayrı kateqoriyaların anlayışlarıdır və hər iki mexanizm insana lazımdır. Adam olmaq üçün həm elm lazımdır, həm əxlaq lazımdır. Elmin metodları, məqsədi başqadır, əxlaqın başqa. Elmin məqsədi nədir? Elmin məqsədi dünyanın necə işlədiyini
sistemli şəkildə öyrənmək, başa düşməkdir. Əxlaqın məqsədi bəli, birgə yaşayış vaxtı, icmanın birgə yaşayışı vaxtı, cəmiyyətin birgə yaşayışı vaxtı münasibətləri tənzimləməkdir. Tənzimləmək üçün sosial adaptasiya da əslində təkamül prosesində yaranıb ədalət, əxlaq anlayışı. Elmin metodları sual vermək, müşahidə aparmaq, fərziyyə irəli sürmək, hipotez irəli sürmək, verifikasiya, falsifikasiya, onları yoxlamaq, hər dəfə təksib etmək, özünü təksib edərək, sorğulayaraq araşdırmaq. Əxlaqın metodu isə uyğunlaşmaqdır. Yəni bunların hər ikisi cəmiyyətə lazımdır. Əxlaqı dinin gətirməməsi haqqında bir neçə şübhə altına ala biləcəyimiz arqument gətirə bilərik ki, əxlaqı din gətirməyib. Yaxud da elm ümumiyyətlə son əsrlərdə elm çox ciddi proqres əldə edib. Bayaq Akşin müəllim, Etibar müəllim dedilər. Onlar ekstremal hallardır və o məsələlərdə də elm atom bombası və s. elm neytral durub. Elmi sadəcə nə mümkün ola bilər? Onu öyrənmək istəyirsinizsə, sadəcə nə mümkün ola bilər? Nəyi bilə bilərəm? Bu ondan istifadə edən insandır təbii ki, onu o biri tərəfə istifadə edən. Elmin əslində son əsrlərdə çox ciddi proqres əldə edib. Elm insan ömrünü uzadıb. İnsanın bir çox, yəni xəstəliklərin səbəblərini tapıb və onların müalicəsini müəyyən edib. Kosmik tədqiqatlar aparıb. Biz bilirik indi ki, hardayıq. İnsan sadəcə bilmək istəyir ki, mən hardayam. Bundan başqa elm bizi təhlükəsiz yerlərdə yaşamağa, həyatımızın daha asan, rahat və təhlükəsiz olmasına bizə kömək edib. Yəni təbii ki, elm çox böyük proqres əldə edib. Bununla müqayisədə məsələn alternativ psevdoelm və s. onlar elə təkrarlayıblar öz dediklərini. Qaldı ki, Akşin müəllimin sualında fəlsəfi baxımdan əlbəttə əsrlərdir bu söhbətlər gedir elm, bilik və inam arasında. Daim elmə hücumlar, zaman-zaman bu hətta müharibəyə çevrilir. Bunu fəlsəfədə necə həll edirlər? Bunu qısaca yığcam şəkildə sizə belə deyə bilərəm ki, fəlsəfə deyir ki, biz dərin reallığa yaxın olduğumuzu inananda mı bilirik, biləndə mi bilirik? Ona əsaslar gətirərək biləndə mi ona daha yaxın oluruq dərin reallığa, yoxsa inananda mı? İndi mən sizə göstərim ki, siz özünüz nəticə çıxarın ki, biz nə zaman dərin reallığa daha yaxın oluruq. Fərz edək ki, mən burada oturmuşam və deyirəm ki, mən inanıram ki, bayırda yağış yağır. Mən inanıram ki, bayırda yağış yağır. Fəlsəfəyə görə bilmək nədir? Bilmək klassik tərifi, Platondan gələn tərifi budur ki, bilik əsaslandırılmış doğru inamdır. Yəni bu üç şərtli bilik deyirlər buna. Əsaslandırılmış doğru inamdır. İnam budur ki, mən inanıram ki, yağış yağır. Əsaslandırmaq üçün mən əsas gətirirəm. Deyirəm ki, oradan gələn bir-iki nəfərin üstündə yağış damcıları və çətir gördüm. Əsaslandırdım, özümə görə bir əsas gətirdim. Doğruluğunu yoxlamaq üçün çıxıb birbaşa müşahidə aparmalıyam ki, o doğrudur, yoxsa yox. Oldu əsaslandırılmış doğru inam. Elm isə bunu nə qədər inkişaf etdirir, baxın. Elm deyir ki, mən onun doğru olduğunu görəndə də əmin olmuram. Çünki biz insanlarda təsdiq qərəzi deyilən bir şey var. Məsələn, mən təsdiq etmək üçün fikrimi eşidəndə ki, tutaq ki, yoldan qara pişik keçəndə insanın başına pis iş gəlir. Kimsə bu fikrini təsdiq etmək üçün ətrafda yüzlərlə səbəb tapa bilər. Deyər ki, onda da elə olub, filan kəsdə də elə olub, filan jurnalda da belə yazılıb. İnsan bir şeyə inananda onun təsdiqini tapmağa çalışır ətrafda. Bizim düşüncəmiz belə qurulub. Həmçinin təksib qərəzi deyilən bir şey də var. Məsələn, inanırsan ki, peyvənd ziyandır, onun xeyrinə nə qədər arqument gətirilsə də sən öz inamında qalırsan. Bu təksib qərəzidir. Elm deyir ki, mən özümün təksib etməliyəm. Bir fikrin elmi fərziyyə olması üçün o təksib edilə bilən olmalıdır. Məsələn, mən əgər deyirəmsə ki, bu klassik misalını deyim sizə, bütün qu quşları ağ rəngdədir. Bütün qu quşları ağ rəngdə fikrim, elmi fərziyyəmin
yəni onu təksib etmək çox asandır. Bunun üçün sadəcə bir dənə qara qul quşu tapırsınız və deyirik ki, hə, bu təksib olundu bu fikir. Elm deyir ki, bax bu lazımdır. Əgər mən desəm ki, ətrafda görünməyən cinlər, mələklər, varlıqlar var, bu fikri nə təsdiq, nə təksib etmək olmur. Bu təksib oluna bilənlik yoxdur burada. Ona görə bu elmi fərziyyə hətta statusu daşımır. O ki, qala o fərziyyənin gəlib nəzəriyyə səviyyəsinə çatması. Bayaqki məsələ var da, məsələn, təsdiq məsələsi. Mən oturmuşam burada, inanıram ki, yağış yağır, bunu deyirəm və onun təsdiqi üçün çıxıb. Bu məsələləri insan üzərinə qoysaq necə olar? Siz inanırsınız ki, mən əxlaqlı insanam. Bundan əmin olmaq üçün mütləq mənə hansısa kontekstdə bir əlaqəm lazımdır və yaxud da məsələn Akşin bəy də deyə bilər ki, bu əxlaqsız insandır. Bax bunun təsdiqi necə olacaq? Bəli, insanlara gəlincə bu məsələ ümumiyyətlə əxlaq deyəndə insanlar fikirləşir ki, söhbət cinsi əxlaqdan gedir. Halbuki əxlaq ədalət, dürüstlük, vicdana qarşı məsuliyyət, xeyirxahlıq, bəli. Borc kateqoriyası. Bəli, insan niyə belə fikirləşir? Çünki bəli, Deon borc kateqoriyası Kantın, bəli. İnsan niyə ümumiyyətlə belə fikirləşir əxlaq haqqında? Çünki əxlaqda biraz görünməzlik var. Cinsi əxlaq onun görünən tərəfidir deyə cəmiyyət üçün çox asandır onu. Məsələn, zinakarlığı bir qayda pozuntusu kimi tanıyıb təsdiq etmək ki, hə bu çərçivəyə salmaq asandır ki, bu görünəndir çünki onu cəmiyyət əxlaq anlayışını, cinsi əxlaq anlayışına endirə bilir çox asanca. Amma məsələn paxıllıq kimi hisslər, ədalət, riyakarlıq, bunlar görünən deyil, görünmür deyə biraz çətindir onları təyin etmək. Başqa bir səbəb ola bilər ki, ümumiyyətlə əxlaqı təyin etmək çətin məsələdir və ona görə cinsi onun bir bioloji tərəfi də var da. Çünki insan təbiətdə yaşayanda ən zəif bənd idi. Sürəkli doğub törəməli idi ki, nəsli yaşasın. Cəmiyyət həyatına gələndə artıq bu gecə-gündüz doğub törəməyə ehtiyac qalmadı. Cinsəllik üzərində bir nəzarət sistemi yaradıldı ki, artıq təbiətdəki qədər doğub törəməyə ehtiyac yoxdur. Burada bu nəzarətdə olmalıdır. Çünki cəmiyyət həyatında onu təbii resurslarla doyuzdurmaq, çatdırmaq mümkün deyildi. Alim və əxlaq deyəndə bilirsiniz o Orxan da yaxşı sual verdi. Bunun təsdiqi nədən ibarətdir? Bu alimin davranışından ibarət. Məsələn, mən müsəlman dünyasından 3 nəhəng alimin əxlaqı barədə bir neçə kəlmə demək istəyirəm. Bunun biri Abdussalamdır. Nobel nitqini Quranın Əl-Mülk surəsi ilə başlamışdı. Kraliçanın ona verdiyi rıçar rütbəsindən imtina eləmişdi. Demişdi ki, Pakistan vətəndaşı olmaq mənə bu rütbədən üstündür. 300-dən çox fizik və kimyaçı yetişdirmişdi öz vəsaitinin hesabına. Nüvə mərkəzinin direktoru idi İtaliyada. İkincisi bizim Aziz Sancardır. 400.000 dolar ona pul çatıb. Baxmayaraq ki, Messi top qovur, 200 milyon verirlər. Amma bu DNK-nın strukturunda kəşf elədiyinə görə, DNK-nı təmir elədiyinə görə buna Nobel. Məsələn, o pulun hesabına Türkiyədə Amerikada Türkiyə evi yaratdı. Və açıq şəkildə deyir, mən Türkiyədən Azərbaycandan neçə ki ömrüm var, mütəxəssis hazırlayıram. Məsələn, bu kənardan görsənir ki, bu əxlaqladır. Və bir də Əhməd Zevail, 99-cu ildə nəinki Misir kimyaçısıdır. O bütün yazdıqlarında Nərmin xanım, bütün məqalələrində mütləq istinad eləyir qədim Misir mədəniyyətinə. Məsələn, onun Nobel nitqi möhtəşəm bir Nobel nitqidir və deyir, Isida deyir, Isida Allahı deyir, o buludların arasından deyir, analıq Allahıdır. Bizə bir böyük bir bərəkət gətirdi. O bərəkətin adı elm idi. Yəni deyir, 4000 il bundan öncə astronomik deməli, təqvimi kəşf eləyən bir ölkədən mən gəldim, çıxdım femtosaniyədə, 10 üstü mənfi 10 saniyədə kimyəvi reaksiyaların sürətini ölçən cihazı hazırladım. Bilirsiniz, biz də epostlardan, biz folklorumuzdan çoxlu misallar gətiririk. Amma məsələn, bu Zevail əxlaqı xüsusilə diqqətimi çəkdi ki, bu istinad eləyir o qədim Misir mədəniyyətinə. Bundan başqa mən bir şey anlayıram ki, elm tarixi ilə məşğul olan bir şəxs kimi, mən bir şey anlayıram ki, uşaq yaşlarından bu istedadı tapmaq lazımdır. Hər şey oradan başlayır.
uşağın tərbiyəsindən başlayır və təsadüfi deyil ki, Kantın pedaqogika traktatında bir neçə yerdə demək təhsil adı çəkilir. Yalnız tərbiyənin adı çəkilir. Xarakter formalaşdır, sonra bilik ver. Xarakter formalaşdır, sonra bilik ver. Bu mənada biraz mən çox misal gətirirəm. Jaspersin fəlsəfənin giriş əsərində gözəl bir ifadə var. Bütün uşaqlarda bir dahilik nişanələri var. Amma o uşaq yaşlaşdıqca o yavaş-yavaş sönməyə başlayır. Çünki böyüklər kiçiklərin suallarına doğru dürüst cavab vermirlər. Məsələn, uşaq durur, qız uşağı ayağını yerə vurur. Deyir ki, ata sən deyirsən ki, yer öz vaxt ətrafında fır. Axı bu durub. Sən mənə izah elə ki, bunu necə izah eləməlisən sən? Və o təhsildən başlayır. O əxlaq məsələsi də, bilik məsələsi də. Siz indi bizim təhsil sistemimiz bir ölçülü sistemdir. 600 bal sınaq imtahanıdır, qəbul imtahanıdır. Toplayanla 100 bal toplayanın davranışlarına fikir verirsiniz. Sadə dildə deyək də, fərqlidir Nərmin xanım. Bu, bilik bunu formalaşdırır. Bilik bunun eksistensiyasında formalaşdırır. Bilirsiniz? Ona görə də bizim ən çox uduzduğumuz məqam uşaq vaxtlarından uşaqlarda buraxdığımız zamandır. Zamandır və təsadüfi deyil ki, indi bizim məktəb də əlbəttə ki, tərbiyə funksiyasını öz boynundan atıb, yalnız test tapşırıqları ilə məşğul olur. Biz orta məktəblərdə fəlsəfənin tədrisini və yaxud da elementar psixologiyanın tədrisini etməliyik. Bunun ayrı yolu yoxdur və bir çox qərb ölkələrində bu tədris həyata keçirilir. Ancaq bunun üçün, məsələn, gənclərdən ibarət, o yaşlı nəsil hələ də dialektik materializmi tədris eləyir. Onlar fəlsəfəni də dəfn elədilər, psixologiyanı da dəfn elədilər, pedagogikanı da dəfn elədilər. İndi yaxşı fəlsəfəni, müasir fəlsəfəni bilən, məsələn, Nərmin xanım kimi gənc filosoflar belə bir, düzdür, Nərmin xanımın bu işi çox böyük işdir. Bu stolüstü kitab olmalıdır. Sofinin gündəliyi, o Nərmin xanımın tərcüməsidir. Amma dərslik də yazmaq mümkündür. Bilirsiniz, o Proustun əsəridir, itirilmiş zamanın axtarışında. Biz həmişə zamanı itiririk, sonra düşürük onun axtarışına ki, niyə? Məsələn, uşaq 20 yaşına gəlib çatıb gəncdir, müəyyən bir səhv edir, deyir, uşaqdır da, düzələr. Amma Sony şirkətinin prezidentin bir kitabı var, 3 yaşından sonra artıq gecdir. Əvvəlcə təşəkkür edirəm. Mən biraz gec gəldim, amma çox maraqlı müzakirədir. Sizin fikrinizlə mən o qədər razı deyiləm. Ümumiyyətlə, elmlə əxlaq tamam ayrı-ayrı anlayışlardır deyə fikirləşirəm. Yəni, birinin alim olması, o eyni anda təbii ki, onun əxlaqlı olması demək deyil. Nərmin xanım, sizin, mən Orxan Səfərin əslində sualını davam etdirmək istəyirəm. Siz orada daha çox bioloji məsələyə getdiniz və daha çox belə cinsi əxlaq məsələsinə toxundunuz. Amma məsələn, sizin quşlardan verdiyiniz misala gəlsək, bu fəlsəfədə induktiv generalizasiya demək olar, düzdürmü? Amma mənim məsələn Orxanın sualından başa düşdüyüm oldu ki, biz bunu insanlara tətbiq eləyə bilmirik, düzdürmü? Əxlaqın özü çünki dilənmədi. Yəni biri üçün, məsələn üçün, müsəlman ölkəsində əxlaq anlayışı xristian ölkəsində tamam fərqli formada olur, düzdürmü? Belə formada olur. Məsələn, elmdə tamam başqa. Mənə görə ümumiyyətlə elm və əxlaq bir-biri ilə eyni gələ bilir. Bu haqda danışdıq artıq. Girişdə siz gec gəldiniz deyə yəqin baxdınız. Elm və əxlaqın fərqi haqda. Məsələn, o məsələdə mən düşünmürəm ki, məsələn, Orxanın məsələsində də, o dediyində düz, tək söhbət cinsi əxlaqdan da getmirdi. Deyək ki, lap ədalətsizlik, deyək ki, hər hansı birinə qarşı olan ədalətsizlik burada dilanmayan, başqası üçün bu ədalətsizlik sayılmır. Mənim də sualım elə Orxanla birdir ki, necə eləmək olar ki, məsələn, necə formada alına bilər ki, deyək, düzdür, bu təbii ki, fərzi olaraq düşünürük, mümkünsüz bir şeydir əslində bir-birinin üstünə qoymaq. Məsələn, elmdə tətbiq edilən qaydalar, elmdə tətbiq edilən bu əxlaq anlayışı, elmin əxlaq anlayışı, özlərinə məxsus məsələn elmi əxlaq anlayışını insanlarda hansı formada tətbiq eləmək olar və elmin özündə də məsələn bu etika məsələn düzdürmü? Etika anlayışı özü də dilemma deyilmi ki əslində? Çox sağ olun suala görə. Mən cavab Hə, verəcəm mütləq. sizə. Etika sonuncu cümlənizlə başlayaq. Etika sadəcə əxlaqın nəzəri öyrənilməsidir, sistemli formada öyrənilməsidir və etikanın da bölmələri var. Bu başqa məsələdir.
İnsanlara gəlincə, bəli, mən giriş verdim cinsi əxlaq kimi başa düşülür ümumən əxlaq deyəndə. İnsan məsələsində belədir. Siz təsəvvür edin ki, bir misal verərək keçək mövzuya. Bir 12, 11, 10 yaşlı bir qız uşağı çoxlu zinət əşyaları ilə qaranlıq bir küçədə, kamerasız bir küçədə bir mənzil qapıdan çıxır və o biri qapıya doğru gedir. Ortada iki qapı var. Birində dindar bir adam yaşayır, birində isə ateist yaşayır fərz edək ki. O adam, dindar adam çıxır, görür ki, o uşaq oradan keçir. Heç kəs onu görməyəcək, əşyalarını götürə bilər onun, o uşağa zərər yetirə bilər. Amma cəhənnəmdən qorxduğu üçün, Tanrı qəzəbindən qorxduğu üçün bunu etmirsə, bu çox gözəldir. Amma o uşaq ateistin qapısından keçəndə, ateist o uşağa zərər yetirmir, onun əşyalarını oğurlamır, o uşağı qorxutmur və s. Hətta onun cəhənnəm qorxusu olmaya, Tanrı qorxusu olmaya bunu edirsə, bu möhtəşəmdir. Bu bəşəri əxlaqdır. Yəni bizə dini əxlaq, bizdə elə təsəvvür var ki, əxlaq dindən eyni bir şeydir. Mənim dinə də hörmətim çox böyükdür. Yəni nə demək istəyirəm? Mən alim kimi düşünürəm, dindar kimi ümid edirəm. Əxlaq sabit qanun deyil. Əxlaq sosial qaydadır. Yəni bir cəmiyyətdə, bir zamanda bir əxlaq qaydası olur, başqa cəmiyyətdə, başqa mədəniyyətdə, başqa. Hətta siz dediniz ki, İslam və xristianın fərqli olur. İslamın öz daxilində belə müxtəlif ölkələrdə yaşayan müsəlmanların məsələn qadın ailə məsələlərinə fərqli baxışları var. O məsələləri fərqli cür həll edirlər. Bundan əlavə dindən əvvəlki cəmiyyətlərdə, məsələn monoteizmdən əvvəlki cəmiyyətlərdə, dindən əvvəlki cəmiyyətlərdə, qədim tutaq ki, Afrikada, qədim Yunanlarda, Afrikada Ubuntu əxlaqı. Siz bilirsinizmi, Philosophical Quarterly olsun, Cambridge Universitetinin fəlsəfə jurnalı olsun, müasir çox samballı fəlsəfə jurnallarında Ubuntu əxlaqı haqqında etika məqalələri tapa bilərsiniz. Ubuntu əxlaqı dindən tamamilə çox əvvəl İnsanların icmanın öz daxilində yaratdığı bir əxlaqdır Afrikada. Bunun prinsipi odur ki, mən varam çünki biz varıq. Elm Paltaryan maşını kəşf etdi və bununla da qadının vaxtı azad oldu. Qadın bu vaxtını nə edir? Qadın Instagramda oturur. Belə bir söz gəzir də ortalıqda. Halbuki elm o Paltaryan maşını, texnologiya daha doğrusu onu insanlığa təqdim etdi. Ondan əvvəla təkcə qadın istifadə etmir. Ondan ordu, əskərlər, xəstəxanalar, bu insanların həyatını rahatlaşdırmaq bu möhtəşəm bir şeydir. Söhbət ondan getmir. Qadına gəlincə isə bu çox kobud ümumiləşdirmə edirlər. Ümumiyyətlə cəmiyyət haqqında elə danışırlar ki, sanki o da kreasionizmdir. Yəni ol dedim oldu. Cəmiyyət elə işləmir. Bir alim, bir elm adamı öz millətinin gələcəyin elmi istiqamətdə görürsə, bu elə elmi əxlaqa aid olan bir məsələdir. Əslində bizim o mistik təlimlər... Aristotelin yaxşı bir sözü, yedi yaşadı, öldü. Bəli. Yedi düşündü, öldü. Yedi yetişdirdi, öldü. Tutaq ki, Tanrının, üzr istəyirəm, əxlaqın Tanrıdan gəldiyini, yəni əxlaqın mənşəyinin Tanrı olduğu anlayışının xadimləri, onlar da milləti gələcəyin düşünürlər. Amma o gələcək hansı istiqamətə gedir? Ölümdən sonraki həyat. Bəli. O da gələcəyi düşünür. Yəni bizə daha doğrusu əxlaqın mənşəyinin Tanrı olduğunu iddia eləyənlər də bizim gələcəyimizi düşünür. Amma o gələcək bizə lazımdırmı? Onun nə qədər funksionallığı var bizim həyatımızda, bizim övladlarımızın həyatında? O gələcək bizi ölümdən sonra gözləyən gələcəkdir. Amma elmi əxlaq məhz canlı mühitin, millətin canlı həyatının, funksional həyatının gələcəyi müəyyən eləyən əxlaqdır. O fikir ən oturmuş fikirlərdən biridir. Elmə neqativ münasibəti ifadə edən. Orada fikir, ideya bundan ibarətdir ki, elm və əxlaq bir-birinə zidd anlayışdır. Bunun da əsas səbəbi odur, elmi yaradanlarla elmi istifadə eləyənləri eyniləşdirmək. Yəni, bir aləti yaradan başqa adamdır, o alətdən hansı məqsəd üçün istifadə eləyən adam başqa adamdır, başqa anlayışdır. Ona görə bunları bir-birinə qatanda, bunları bir-birinə qarışdıranda sözsüz ki, biz atom zərrəciyin kəşf eləyən adamı bombanın atılmasında ittiham eləyəcəm. Ortalığa sual çıxır. Bu bombanın atanlar alimlər idi. Asıl alimdən nümunə götürülməlidir. O nəyi kəşf eləyib, nəyi kəşf eləməyib.
o Almanlar Yahudiləri qovanda dedilər ki, bəs bu Hitlerlə kim danışa bilər? Düşündülər ki, yalnız və yalnız onun yanına Max Planck gedə bilər. O da kvant anlayışını gətirmişdi elmi dövrüyə. Gedir, girir Hitlerin yanına, Yahudilər də gözləyir Einstein-gildə. Bu bir 40 dəqiqədən, bir saatdan sonra qayıdır, gəlir. Deyirlər ki, Hitler nə dedi? Mən ona dedim ki, Yahudilər də bizim mədəniyyətimizin tərkib hissəsidirlər. Bunlar bizim elmimizə böyük töhfələr verirlər. Tibbə böyük töhfə. Deyir, Hitler qışqırdı ki, yox. Bunların hamısı kommunistlərdir, bunları güllələyəcəm. Deyir, mən nəsə yenə də demək istəyəndə bu mənə bağırdı və deyir, qapını göstərdi. Və mən nəsə deyə bilmədim. Sonra mənə dedi ki, deyəsən, mənim əsəblərim tarıma çəkmək istəyirsən, amma məni o qədər də əsəblərim deməli həssas deyil. Və deyir ki, mən onunla danışmaq üçün, onu başa salmaq üçün hansısa bir dilin mövcud olmadığını anladım. Belə bir dil yoxdur ki, belə bir adamı başa salasan da. Bu qovdular onları, onlar getdi, bütün Nobelçilər oradan oldular falan. Yəni biz istəyirik ki, biz indi nə istəyirik? Biz istəyirik ki, hansısa bir mərhələdə bu gənclərə dəstək, istedadlı gənclərə dəstək verir. Ona kim dəstək verəcəksə, elə ona yazıçı verəcəksə, o əxlaqlı yazıçıdır. Alim verəcəksə, əxlaqlı alimdir. Elmdə, əxlaqda indi və hazırda hansı mənanı yükləyiriksə, bəli, hansı mənanı yükləyir? Məsələn, biz əxlaqa, məsələn, mənim üçün əxlaq faydadır. Məsələn, mən fayda mənasını yükləyirəm ona. Deyirəm ki, əgər bir insan faydalıdırsa, mənə görə əxlaqlıdır. Qutardı getdi, ona ehtiyac yoxdur. Məsələn, bütün elmi texnologiyanı inkişaf eləmə səbəbi nədir? Qorxu. İnsan hər şeyi qorxuya görə edir. Və qorxu nəyə bərabərdir? Ölümə. İstər fiziki, istər mənəvi. Biz düşüncəni dəyişirik ki, qorxuya münasibətimiz dəyişəndə həyatımız dəyişir. Yəni, bütün istər bizim atdığımız addımlar. Və mən bu şərhdən sonra belə bir sual vermək istəyirəm ki, əxlaqın bizə verəcəyi ən böyük qorxu və ən kiçik qorxu nədir? Elmin bizə verəcəyi ən böyük qorxu və ən kiçik qorxu nə olacaq? Gələcəklə bağlı ən çox qorxu gözlənilir süni zəkadan. Yəni süni zəka insanın bütün fəaliyyətin əlindən alacaq və özü fikir istehsal eləməyə, fikir yaratmağa başlayandan sonra artıq insanın ona təsir imkanları məhdudlaşacaq. Amma mən düşünürəm ki, bu bizim bəşəriyyətin yaranışından bu günə qədər onu izləyən gələcək haqqında bir narahatlığıdır. Mən buna qorxu deməzdim. Çünki biz tutaq ki, nüvə silahı, atom bombası yaranandan sonra iki şəhərə atıldı bu atom silahı. Amma bu günləri hərbi, elə sizin sahənin insanları, hərbi psixiatrlar, hərbi sahəni psixoloqlar, araşdıranlar, onlar belə bir fikir irəli sürürlər ki, 2-ci Dünya müharibəsindən sonra 3-cü və 4-cü Dünya müharibəsinin baş verməməsinin yeganə səbəbi dünyada nüvə silahının varlığıdır. Yəni bizim qorxduğumuz Nagasaki'də, Xrisomada qorxduğumuz atom bombası bu gün bizi qoruyur. Nərmin xanımın cavabını çox istəyirəm. Həm bir filosof kimi. Mənə gəlir ki, insanlıq indi tranzit halındadır. Bizdən 2-3-4 nəsil sonraki insanlar bizdən daha ağıllı olacaqlar, daha imkanları geniş olacaq. Mənə gəlir ki, biz özümüzə son variant kimi nahaq baxırıq. Həm bioloji baxımdan, həm psixoloji baxımdan. Biz sadəcə keçid dövründəyik, tranzit dövründəyik. Nərmin xanım, bir məqamı deyim, sizlər danışandan sonra. Məsələn, biz də 3-4 nəsil əvvəldən daha ağıllıyıq, amma ora qaydırıq. Çox qəribə bir şey var. İnsan çünki hissləri dəyişmir, insan hissləri dəyişmir. Bunu da biz ədəbiyyatda da görürük. Baxın, qədim nağıllara da baxırıq, müxtəlif xalqların, müxtəlif dövrlərin, ölkələrin yazıçılarına baxırıq. Bir-birini tanımayan, əlaqəsi olmayan qloballaşmadan əvvəlki dövrün yazıçıları hamısı eyni insan hisslərinə yazılır. Şekspirin mövzuları, qısqanclıq və s. müxtəlif yazıçılarda təkrarlanır. Müxtəlif, hətta miflərdə qədim Yunan mifləri ilə Norveç mifləri və s. ayrı-ayrı xalqların mifləri
eyni insan hisslərindən danışır. Çünki insan sui-istifadəsi Oxşar bir şey var, bir mövzu insan taleyi. Burada iki arqumentə baxırıq da, əxlaq və elm. Funksiyada insandır. Bu arqumentdə insanı müxtəlif statuslara qaldırır. Yəni əxlaqlı, elmli insan, əxlaqlı, elmsiz insan, elmli, əxlaqsız insan, əxlaqsız, elmsiz insan. 4 variant var. Biz bunların öz nümunəmizdə, ətrafımızda olan elmi mühitdə, cəmiyyətdə bunların necə təzahürü olur, bunların nə kimi nümunəvi var, gənclərə necə təsiri var, yaxşı, pis və s. Və bunları aydınlıq gətirmək üçün üçüncü bir dəyişən də bura, üçüncü arqumenti daxil edə bilərik, ağıl. Elm, əxlaq, ağıl vasitəsilə idarə olunur. Alimin əxlaqı məsələsində bir məsələni də vurğulamasaq olmaz. Bu istinad mədəniyyəti. Siz təsəvvür edin ki, adi həyatımızda kimsə kimdənsə nəsə öyrənirsə, bunu heç unudur gedir. Amma siz təsəvvür edin ki, George Stuart Mill'in bir azadlıq haqqında kitabını da tərcümə etmişdim. İndi yoxdur burada. Onun girişində mən gördüm ki, George Stuart Mill, hansı ki biz onu konsekventalist, yəni nəticə yönümlü əxlaqın nümayəndəsi, utilitarist kimi tanıyırıq ki, nə faydalıdırsa o yaxşıdır filan. Amma o kitabının əvvəlində yazıb ki, mən bu kitabı həyat yoldaşıma həsr edirəm və mən bu kitabda nə yazmışamsa, belə də yazıb, mən bu kitabda nə yazmışamsa, əxlaq haqqında, daha doğrusu azadlıq haqqında, liberal dəyərlər haqqında nə öyrənmişəmsə ona borcluyam. Bu qədər belə böyük, belə cümlələr işlədib. O həyat yoldaşı da vəfat edib neçə il əvvəl. Yəni onu öyrənibsə də ondan bilən yoxdur. Amma ona istinad edir. Bundan əlavə siz bu elmi jurnallarda, kitablarda və s. alimlər bir-birinin ən kiçik bir təkcə istinad yox, acknowledgement deyirlər. Yəni onu bir sadəcə mənə bir baxdı, mənə məsələn ilham verdi. Onu belə qeyd edirlər. Bu alim əxlaqı deyil, bəs nədir? Sizin sualınız var idi. İlk öncə özümü təqdim edeyim. Əsəd Əhmədov, sosiologiya tələbəsiyəm. İlk öncə Akşin müəllim, təşəkkür edirəm dəvət üçün. Bayaqdan çox dəyərli nüanslara toxunulur. Yəqin ki, bu zalda hər kəs Leyli və Məcnun haqqında eşitmiş olar. Leyli və Məcnun haqqında rəvayətlər, hekayətlər olub. Hansı ki, mən birini demək istəyirəm, hansı bəlkə də bizim mövzuya aid olacaq. Deməli, Leyli, daha doğrusu üzr istəyirəm, Məcnun Leylinin olduğu küçədən keçərkən onun küçəsindəki itin gözlərindən öpür. Ədəbiyyatşünaslar bu hərəkətin qarşısında sayğı ilə baş əyirlər. Psixoloqlar isə deyirlər ki, bu bir davranış pozğunluğudur. Yəni bu məncə düşünürəm ki, sualım sizlərədir ki, davranış pozğunluğunu hansısa bir əxlaq xarakteri kimi xarakterizə etmək olarmı? Yaradıcılıq özü bir şizofrenik məsələdir. Sadəcə idarə olunan şizofreniyadır. Yəni normal beyin sahibi, normal bildiyimiz ölçülərlə, standartlarla idarə olunan bir beyin yaradıcılıqla məşğul ola bilməz. O sadəcə yaradıcılığı araşdırmaqla, yaradıcılığın bir sahəsin akademik istiqamətdəmi, publisistik istiqamətdəmi belə deyək, təhlil etməklə falan məşğul ola bilər və bunun çox yaxşı bir söz şəklinə salınmış bir devizi var. Deyir ki, adi həyat yaşayıb, qeyri-adi heç nə yaratmaq olmaz. Yəni, eləcə də ədəbiyyatın fokusunda olan, sənətin fokusunda olan həyatın içində qeyri-adi görünən səhnələrdir, qeyri-adi davranışlardır. Adi davranışlar nə oxucu üçün, nə yazıcı üçün maraqlı deyil. Sənət adamları məhz o sizin dediyiniz kimi, o küçədə psixi pozğuntu kimi görünən, sosial həyatın qaydalarından kənarda baş verən hadisələri, insanları sənətin fokusuna gətirirlər. Məsələn, tutaq ki, Dostoyevskinin əsərlərinin qəhrəmanlarına baxın, Frans Kafkanın özünə və əsərlərinin qəhrəmanlarına baxın. 21-ci əsrin 100 intellektualı arasına girmiş Teodor Zeldin öz həyatın gizli həzləri kitabında, Azərbaycan dilində tərcümə olunmuyor. Gizli həzləri kitabında belə bir fikir deyir ki, o qədər informasiya artıb ki, o qədər bilgi çoxluğu var ki, mən nəyin doğru, nəyin yanlış olduğunu seçə bilmirəm. Bunu 21-ci əsrin 100 intellektualının biri deyir. Oxford Universitetinin professorudur. Mən burada diqqət çəkmək istəyirəm ki, bu inkişaf bizə o qədər informasiya bolluğu verir ki, biz doğru informasiyanı, yanlış informasiyanı seçə bilmirik.
Onu mətbuat etmirmi? Mətbuat etmirmi? Kütləvi informasiya. Yox, informasiya yəni mən çox... akademik səviyyədə akademik olan informasiyadan, informasiya, bütün informasiyaları içinə alan ümumi şəkildə deyirəm bunu və mən iddia edirəm ki, Platon, Aristotelə daxil olmaqla keçən əsrin yaşanmış, daha doğrusu 2000 il olan bu dövrdə fəlsəfə tarixində informasiya, texnologiya bu qədər inkişaf eləsəydi, tanıdığımız, bildiyimiz o dahilərin bir çoxu bu informasiyaya görə bunun mənfi tərəflərinə də şahid olacaqdıq biz. Yəni indi tanıdığımız o böyük filosoflar, dahi dediyimiz adamlar da bizim kimi o lazım olmayan informasiyaya görə əziyyət çəkəcəkdilər. Bəlkə də bir çoxu bu qədər tanınmayacaqdı. Bu vəziyyətə gəlib çıxmayacaqdı. Biz indi artıq o qədər informasiya bolluğu içində yaşayırıq ki, və bu informasiyaların bir çoxu da lazımsız, mənasızdır və bunu ayırd eləmək çox o qədər göründüyü qədər də bəsit deyil. Bilirsiniz, mən maraqlı bir məsələyə toxunum. Bill Gatesin həyat yoldaşı Mallory'nin demək intervyusunda idi. Deyir ki, biz uşaqlarımıza 2 qızları var. Deyir 16 yaşından bu telefonları, çox funksiyalı telefonları verdik. Başqa alətləri də verdik ki, onlar o 16 yaşına qədər kitabla məşğul olsunlar. Yəqin pulları da olmayıb, bir kredit götürərlər, Bill Gatesin və s. Yəni, bunun yaradıcıları artıq onu sistemləşdiriblər, o normanı müəyyənləşdiriblər ki, bu yaşında bunu buna vermək lazımdır. Və informasiya deyirsiniz də, informasiya zaman-zaman çoxalır. Məsələn, əsrin əvvəllərində olan informasiya və ötən əsrin 90-cı illərində olan ancaq qəzet gözləyirdi. Cəmaət növbəyə dururdu ki, görürsən bu qəzetdə məsələn Dağlıq Qarabağ haqqında nə yazılıbdır. Və Ekodan bir misal gətirim. Deyir, orta əsr və bu Şam və elektrikə qədər insanlar ona görə hər tərəfli və daha çox savadlı idilər ki, onlar hesablayırdılar ki, qaranlıq düşənə qədər oxumaq lazımdır. Amma indi bir tənbəllik, saat 1-də də işığı yandıraram, oxuyaram. Amma o köklənirdi, dan yeri açılandan düz qaranlıq düşərək. Çünki yoxdur axı. Yəni əgər o şamı da yandırsa çox xərc aparacaq oxumaq üçün. Yəni o zaman kəsik, zamanın içərisində olmaq bunları daha çox savadlı edir. Amma hər halda indi bizim uşaqların necə bu seldən qoruyaq? Məsələn, Koreya həkimləri bir xəstəlik növü tapıblar, rəqəmsal kəmağıllıq. Artıq görürlər ki, beynin bir hissəsi işləmir də. Bu kreativliyə cavab verən, deməli, daha çox düşüncəyə cavabdeh olan hissə işləmir. Bütün günü oradadır. Bütün günü orada olandan sonra artıq bunun özü də bu elmin fərz eləyək gətirdiyi bir şeydirsə, artıq bunun özü də əxlaq məsələsinə çevrilir. Və əxlaq məsələsi dedikdə, məsələn, internet təzə çıxanda bir İspan filosofu var, Kasles. Deyir ki, bu, məsələn, Skandinaviya ölkələri üçün Akşinberg Firavan dövlətin inkişafına gətirdi, təkan verdi. Amma məsələn, Kolumbiya kimi bir ölkədə narkomaniya gücləndirdi, insan alverini gücləndirdi, narko biznesi gibi. Artıq bunlar WhatsApp-da danışırdılar da. Bir tərəfdə yenə əxlaq məsələ, bir tərəfdə mentalitetə uyğundur da, xalqların öz psixologiyası vardır. Bir tərəfdə rifah dövlətin inkişafına gətirdi, bir tərəfdə isə cəmiyyət üçün negativ halların sayını sürətlə artırdı. Mən düşünürəm ki, bugün Azərbaycanda ən qıt olan şey sualdır. Yəni bizim bu müzakirələrimizin məqsədi cavab tapmaq deyil. Yəni qoyduğumuz mövzunun cavabın, həllini tapmaq deyil. Müzakirə etdiyimiz mövzu haqqında suallar yaratmaqdır. Və bizim bu mövzumuz bugün burada bitmədi. Biz indi bu müzakirəmizi daha YouTube kanalımızda, Daha TV YouTube kanalımızda yerləşdirəcəyik və orada da bu müzakirəmiz davam eləyəcək. İzləyicilərin səviyyəsində, izləyicilərin münasibətlərini əks etdirən bir müzakirədə orada başlayacaq. Əgər biz cəmiyyətimizə, bizi izləyən insanların beynində də müəyyən suallar yarada bildiksə, bu bizim uğurumuzdur.